Ağrın hardadır göstər görüm. Boynumun sol nahiyəsi çiyin, dola kimi. 4 kürəyim var. Neçə müddətdə ağrıyırsınız? Artıq ikinci ay keçib. Bəli. İndi burada maraqlı bir məqam var. Boyun qırışası çox nadir hallarda bu qədər zəifləmə verir. Qolunuzu havaya qaldırın, möhkəm saxlayın. Baxın, eyni gücü tətbiq edirəm. Sağ və sol qola möhkəm saxlayır. Baxın, bu qolu saxlaya bilmir. Möhkəm saxlamaya çalış. İkisinə gücü verirəm. Görürsünüzmü? Yəni qolunu qaldıran əzələnin parezi var və bunun səbəbi nədir? Ekranda göstərirəm. Boynunda iki fəqərənin arasındakı bu gördüyümüz qrıja kanalı daraldı. Ölçüsü nə qədərdir? Yaxından baxaq. Baxın, ölçüsü nə qədər yazıb? G4, G5-də 4 mm. Hər kəsin verdiyi sual odur ki, mənim məsələn boynumda, belimdə 4 mm qrıj var. Əməliyyat olum yoxsa yox? Baxın, çox nadir də olsa, kiçik bir qrıja da olsa, birbaşa sinirin üzerine düştüğüne göre qolda quruma verir. Xəstə var 10 mm qrıjası var, quruması yoxdur. Bu xəstə müalicini həyatını davam elətdirər. Xəstə də var 4 mm qrıjası var, amma qolu quruyur, arıqlayır, ayağı da həmçinin quruyur, arıqlayırsa, o xəstələrin əməliyyatı qaçınılmazdır.